Çoxdandır sizi belə dinləmək istəyirdim. Çox sağ olun. Çox sağ olun Fərid bəy. Çox xoşdur. Çox şanslısınız. Həyatınız adına hələ qabaqda keçəcəyiniz bir yol var. Və çox şanslısınız ki, birinci kursda dünyanın, texnologiyanın belə bir inkişaf etmiş bir dövrünə düşmüsünüz. Belə deyim, dünya, texnologiya qarşınıza çox şans sunur bu dəqiqə. Siz də bu şanslardan dəyərləndirəndən olun. Hər bir fürsəti maksimum dərəcədə faydalanın. Bizim dövrümüzdə bu fürsətlər yox idi. Siz bizdən cidden o baxımdan 10 qat şanslısınız. Və ona görə də bizim 10 ilə getdiyimizi siz düzgün düşüncə tərzi ilə 3 ilə, 2 ilə hətta gedəcəksiniz. Yəni rahatlıqla uğurları qazanacaqsınız. Həqiqətən də kənarda baxıb qibtə eləyirəm və sizin adınıza da çox sevinirəm. Kaş mən sizin kimi birinci kursda olaydım və kaş mənə biri gəlib Xəyamda Gecə seminarı keçsəydi. Cidden həyatda partladardıq. Belə. Könül xanımla burada deyəsən bir dənə də komment var. Ondan əvvəl Qasımzadə bildirir ki, Ada Universitetinə gəlmişsinizmi və ya gəlməyi düşünürsünüzmü ya da podkastda iştirak etməyi. Belə deyək, biz bugünə kimi bütün universitetləri belə deyim, dəvətlərini qəbul etmişəm və demək olar ki, Azərbaycanda artıq universitetləri xətm etmiş o üzrəyik hamısını, amma Ada Universiteti xaric hələ ki gəlməmişəm. Çünki bir dəvət olmuşdu gəlməyə, Covid düşdü. Coviddən əvvəl dəvət aldıq, 2019-cu illəridir, Ada Universitetinə gəlməyə hazırlaşırdıq, Covid düşdü. Ondan sonra siz dediyiniz kimi bir podcast yox, webinar dedilər ki, ayda biz seminar artıq keçirə bilmirik, gəlin sizlə webinar eləyək, amma sonra o məsələ nəysə qaldı yəni. Və yaxud da mən bir dönəmdən keçdim, o məsələyə geri qayıdamadım. Yəni qismət olmayıb, amma bir gün Ada Universitetinə gəlsək çox sevinərik. Dəvət olsa məmnuniyyətlə gələrik. Bizim də bir qəribə bir prinsipimiz var. Biz özümüz xahiş eləmirik, özümüzü sunmuruq. Biz buradayıq, faydalı olmağa hər zaman hazırıq. Kim dəvət eləmək istəsə, kim faydalanmaq istəsə məmnuniyyətlə gəlirik. Heç bir maddi qarşılıq güdmədən, heç bir təmənna güdmədən tam təmənnasız şəkildə faydalı oluruq və geri qayıdırıq. Belə. Könül xanım bildirir, bu rey dostlar məlumatın üçün XC Club haqqındadır. Məsələn, qidalarınız dəyişməlidir. Təşəkkürlər Könül xanım. Xeyr, dəyişməməlidir. Bu qidalar dəyişməlidir üzərinə mənə çox adam rəy bildirib. Amma mən orada bir konsept var. XC Club yeməkxana deyil, dönərxana da deyil, heç bir restoran da deyil. XC Club şəxsi inkişafda olan insanların gəlib çayını, kofesini içib öz laptopunda, öz tudubukunda, öz şəxsi inkişafında olanların bir məkanıdır. Yəni belə bir insanlar üçündür. Yəni bura yeməkxana deyil. Sadəcə əgər bir insan 3 saat, 4 saat, 5 saat orada oturub çay, kofe için iş görürsə, təbii ki o acacaq. Və acanda da biz istəmirik ki, bu insan sırf acır deyə o məkandan qalxıb geçsin hər hansı bir məkan yer, başqa bir məkana. Sırf bu yüzden də biz orada çox kiçik bir 2-3 çeşiddə bir sandviç menü hazırlamışıq. Sadəcə özünü tutması üçün növbəti axşam yeməyinə qədər. İşi var, işini görür, çay içdi, kofe içdi, artıq acdı bu insan. Elə-belə atışdırmalı kiçik bir menü düzəltmişik ki, rahat hazırlanacaq, təmiz, məhsuldan ibarət olsun. Belə bir menüdür. Mən bilmirəm, siz axır dəfə nə vaxt bizim menüdən qidalanmışsınız. Biz o menüdə 6 ayın tamamında ciddi bir, yəni belə deyim, update, yenilənmə də eləmişik yəni. Vəssalam və müştəri cəlbi üçün təbii ki, marketinq tövsiyəsi bu olur ki, menünüzü genişləndirməlisiniz və mövcud menünü dəyişməlisiniz. Xeyr, dəyişməyəcək, olduğu kimi qalacaq. Çünki orada bizim əsas amalımız kimisə orada qarnını doyurmaq deyil. Bizim orada əmalımız insanların beynini doyurmaqdır. Və kim ki azlıq yaranır, müvəqqəti olaraq bu menüdə 1-2 saatlıq özünü tutmaq üçün qidalana bilər. Ondan sonra gedib başqa bir restoranda öz normal yeməyini yeyəcək. Belə. Qasımzadə bildirir ki, biz də çox sevinərik. Təşəkkürlər. Qasımzadə. Təşəkkür edirəm. Məhərrəmovic davam edir. Yatmaq vaxtına 16 dəqiqə qalıb. Yatmamışdan əvvəl terapiyaya görə təşəkkür edirəm hocam. Xoşdur, xoşdur. Çox şad oldum mən də sizi tanımağa. Nə ki varsınızsa, nə ki Xəyamda gələcək yolumun bu illərini, bu günlərini auditoriyamda sizlərsiniz, sizlərlə davam edirəm. Bir-birindən gözəl auditoriya, bir-birindən gözəl insanlar tanıdım. Bugünkü auditoriyamdan da çox məmnunam, çox gözəlsiniz. Sizləri çox sevirəm, çox zövq alıram. Beynimdəkiləri sizə boşaltmaqla. Çünki hamısını ən düzgün şəkildə mənimsəyirsiniz. Sağ olun, var olun. Belə. Məhərrəmovicin xatırlatması ilə də bildirirəm ki, son 12 dəqiqəmiz qalıb dostlar. Təşəkkür edirəm. Bütün yorğunluğumu çıxartdım sizdən. Ümid edirəm sizə də biraz faydalı olduq. Belə deyək, son 12 dəqiqədə
ne mövzu, ne ürəyinizdəki bir şeyler varsa deyin, bildirin. Biz onları bölüşək, qarşılıqlı söhbət eləyək. Ondan sonra isə artıq yekunlaşdıraq və gedək dincəlməyə.